Bəli, əziz dostlar, qeyd etdiyim kimi Federal İcra Hakimiyyəti strukturu, Hakimiyyət yerli icra nümayəndəsi strukturu şəhidlərimizin məzarına ziyarət edir. Ziyarətdə şəhid ailələri və Alxanlı kənd sakinləri iştirak edir. Şəhid Azər Salayoğlu Quliyevin qardaşı Əvəz Quliyev və Vətən müharibəsi iştirakçısı Araz Quliyev. Vətən uğrunda ölən varsa vətəndir. Birinci Qarabağ müharibəsi dövrünün Alxanlı kəndinin ilk şəhidi Azər Salayoğlu Quliyevin məzarı ziyarət olunur. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah sizi var eylesin. Allah tabanlarınıza değmesin. Allah prezidentimize değmesin. Onun ailesine biz Azad Silahlı'nın yaşayan insanına yaşıyoruz. Yeri hükümetimize Allah sağ olun. Sağ olun. Allah sağ olun. Her birimizin ölenlerine vermesin. İkinci Qarabağ döyüşləri zamanı mülki şəhid Səfərov İxtiyar Əjdəroğlu. Şəhid Babayev Sabir Nişravanoğlu. Birinci Qarabağ müharibəsi dövründə 1995-ci ildə düşmənin minötələsi nəticəsində qəhrəmancasına şəhid oldu. Birinci Qarabağ müharibəsi başlamamışdan öncə düşmənin Azərbaycan torpaqlarını işğal planının ilk nəticəsi olaraq Ali Vahid Başaroğlu qəhrəmancasına şəhid oldu. Hacıyev Bəyiş Hacıoğlu Birinci Qarabağ müharibəsi dövründə qəhrəmancasına şəhid olub.